Bax, bu binanı biz tez-tez rast gəlirik də, sosial şəbəkələrdə də ictimailəşdirirlər. 15 ildir bina tikilib. Bax, məhz bu bina 15 ildir tikilib. Demək, hələ də istismara verilməyib, amma birinci mərtəbələri fəaliyyət göstərir. O da ki, yaşayış kimi yox, yaşayış obyektləri kimi fəaliyyət göstərir. Bəli, Xətai rayonunda 4 çox mərtəbəli binadan ibarət yaşayış kompleksində bir nəfər belə yaşamır. Qəribədir ki, uzun illər əvvəl binanın tikintisi başa çatsa da, mənzillər hələ satışa çıxarılmayıb. Binanın qəzalı olduğu da deyilir. Amma maraqlıdır ki, aşağı mərtəbələrində obyektlər fəaliyyət göstərir. Bir neçə dəfə bu ictimailəşib və hamı üçün maraqlıdır. Niyə belə bu vəziyyət davam edir də? Aşağıda yaşayış obyektləri fəaliyyət göstərir, yuxarıda yaşayış yoxdur. Və onunla əlaqə saxlamaq istəyənlər cəhd ediblər, amma onlara konkret cavab verən də olmayıb. Bir şəxs deyib ki, götürüb telefonu, o da deyib ki, sadəcə vasitəçidir də, yəni burada çalışmır, obyektləri icarəyə götürür və yenidən icarəyə verir də. Yəni binanın altındakı o birinci mərtəbə məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuraliyev bildirir ki, bina qanunvericilikdə nəzərdə tutulan formada istismara verilməyibsə, qeyri-yaşayış obyektlərinin fəaliyyəti də qanunsuzdur. Binanın qəzalı vəziyyətdə olmasına dair rəy verilib, sonra da yaşayış və qeyri-yaşayış sahələrində insanların yerləşdirilməsinə və yaxud hansısa bir komissiya payının həyata keçirilməsinə icazə verilmir. Demək, binada yaşayış yoxdur, amma birinci mərtəbədə yaşayış obyektləri fəaliyyət göstərir. Nə bilim, dərzixanadır, bərbərdir, digər ofislər götürür də hamı fəaliyyət göstərir. Demək, bu bina qəzalıdırsa, demək birinci mərtəbədə fəaliyyət göstərməməlidir. Məhz şirkət məsuliyyət daşıyır.